Salam əziz tələbələr, xoş gördük hər birinizi. Bugünkü 17 may 2026-cı il tarixində keçirilmiş magistratura qəbul imtahanı ikinci cəhdə istifadə olunmuş informatika üzrə test tapşırıqlarına baxacağıq birlikdə. Gəlin birlikdə analiz edək, görək neçə dənə təkrar sual düşüb, suallar ümumiyyətlə asandırmı, çətinmi? Ümumilikdə mən qəbula bir baxış keçirtmişəm artıq. Yəni deyərdim ki, bugünkü hava şəraiti və digər şeyləri nəzərə alaraq yəni çətinliklə tələbələr getdilər imtahana belə deyək. Ola bilər ki, dim ikinci bir imtahana keçirsin inşallah. Belə arzu edirik, çünki bir çox tələbələrimiz imtahanda iştirak edə bilməyiblər. Ümumilikdə amma imtahanı götürsək, yəni hər şey yaxşı olsaydı, tam 25-də 25 yazılmalıq bir qəbul idi. Çox sadə idi suallar, hətta təkrar suallar da vardı. İndi bir-bir bunları analiz edəcəyik. Videonun əvvəlindən qeyd eləmək istəyirəm ki, bundan qabaqki çəkdiyim qəbul və sınaq videolarında bəzi izləyicilər şikayət edirlər ki, video biraz uzun gedir, biz sadəcə izahlara baxmaq istəyirik. Bu başdan deyim ki, kimsə videoya baxanda bilsin ki, yəni bu videoda nisbətən biraz uzun gedəcək, çünki qarşılıqlı analiz eləyə-eləyə və bəzi sualların izahını verə-verə gedəcəyik deyə ona görə biraz video uzana bilər. Yəni sırf belə deyim ki, izaha yönəlik bir video deyil. Bunu öncədən bildirim. Vaxt itirmədən başlayaq. Birinci sual. Deməli, 2018-ci il DİM-in sınaq imtahanı keçirilmişdi. Bu sınaq imtahanı keçiriləndən bu günə qədər 2019, 2020, 21, 22 ta ki hər qəbuldan öncəki günlərdə konsultasiyalarda tələbələrimə deyirəm ki, diqqətli olun, Excel-dən xətalara aid sual düşə bilər. Çünki 2018-dən əvvələ baxdıqda heç bir qəbul imtahanında Excel-də xətalara aid sual düşməyib. Bu səbəbdən dolayı, yəni xətalardan sual düşməyi hər imtahanda yəni ehtimal olunurdu ki, axır ki, belə deyim ki, Dövlət İmtahan Mərkəzi sanki səsimi eşitdi. Dünən də mən konsultasiyada uşaqlara demişdim ki, yenə də diqqətli olun, xətalardan sual düşməyi çox böyük ehtimaldır ki, düşdü də. Gördüyünüz kimi, baxın bu sual, baxın burada da göstərirəm. 2000 sağ tərəfdəki PDF köhnə qəbullardır bu arada. 2018-ci il DİM-in sınaq imtahanında bax belə bir sual istifadə olunmuşdu gördüyünüz kimi və burada B3 xanasının C4-ə, yəni dırnaqda 4-ü 2-yə bölünür. Biz bilirik ki, riyazi hesablamlarda ədədi dəyişənlərin, daha doğrusu mətni dəyişənlərin istifadə edilməsi bizə value xətası verir. Eyni prinsipdə gördüyünüz kimi burada belə bir sual salıblar ki, burada da nə baş verir? Gəlin baxaq. Y2 xanasında deməli Y8-dəki düsturu Y2-yə birinci köçürtməliyik, yəni köçürtməliyik bura. Köçürsək deməli 1, 2, 3, 4, 5, 6. Deməli olacaq burada belə power olacaq deməli burada D8-dən 6 çıxanda olacaq D2 və right B8-1 bu da yuxarı sürüşəndə deməli bu da 6 vaid getsə bu da olacaq B2. Bizə dəqiqə səhv yazdım. Burada bir dənə yüngül pozaq bunu. Aha. Deməli, burada da deməli verib right olacaq B2-1. Yəni, hər iki xana sütunlar dəyişmir. Çünki eyni sütun boyu sürüşdürürük deyə sadəcə sətir 6 vaid azalma baş verir. Right B2-1. B2 bizdə logdur və sağdan bir simvolu oxumaq bizə G hərfini verəcək. Deməli, bu funksiyanın nəticəsi bizə G hərfini verir. D2. D2 isə bizdə 3-dür. Belə çıxır ki, 3 üstü, yəni power 3G bizə verir 3 üstü G anlayışını ki, yəni burada power bilirsiniz ki, qüvvəti hesablamaq üçündür. Ədədin qüvvəti mətin, aydın məsələ ki, bizə hansı xətanı verəcək? Value xətasını vermiş olacaq. Gördüyünüz kimi bir təkrar sual bunu saya bilərik. Yanına yazıram 2018, sonda sayarıq görək ümumi neçə dənə təkrar sual düşüb. Davam edək. Aşağıdakılardan hansı təqdimata baxış rejimi deyil? Təkrar sual deməzdim, amma çox bilindik bir sualdır, yəni çox məşhur suallardan biridir. Gəlin baxaq. Deməli, PowerPoint-da olan görünüş rejimləri hər kəsə məlumdur, çünki yəni düşə biləcək çox sadə bir sual nümunəsidir. Deməli, normal var, outline, slide sorter, note space və reading view var. Gördüyünüz kimi print layout yoxdur. Print layout hansı ki Word-də var. Deməli, doğru cavabımız olur B variantı. Daha sonra mətn prosesorunda aşağıdakı mətn yığılmışdır. Bu gözəl bir sualdır. Bax, təzə stildə bir sual salıblar. Çox bəyəndim bu sualı.
Nə deyir? Deyir, replace all düyməsi klikləndikdə əvəzləmə baş verən sözlərin sayını müəyyən edir. Yəni, bu mətnin içərisində tutalım ki, find what you verib, replace with ABC verib. Yəni, you-ları ABC ilə əvəz edəcəyik, amma aşağıdakı bu iki bəndə də baxmamız mütləqdir. Çünki xüsusən bu find vowel words only, bu belə deyim ki, xanasına işarə qoyulması bunu ifadə edir ki, biz ümumiyyətlə bilirik ki, replace edəndə, məsəl üçün, ola bilər ki, hər hansı bir sözün də daxilində, məsələn, görürsünüz burada your, tutalım ki, your goals. Burada da bunun tərkibində you fraqmenti var. You fraqmenti var. Biri var sözün özü, bir də var ki, bu hissəcik, bu fraqment hansısa sözün içində işlənir. Hansı ki, bax, bu find vowel words only seçməyi artıq bu halları sıradan çıxırır. Yəni, biz hər hansı, yəni you-nu hissəciyinin, you fraqmentinin hər hansı sözün içində olmağını deyil də, müstəqil söz kimi axtarılmağına diqqət edəcəyik. Gəlin, baxaq. 1, 2, 3, daha sonra gələk burada, deməli, 3 dənə 4, 5, sonra 6, 7, 8, 9, bir dənə də olmalı, səhv etmirəmsə 10 dənə çünki vermişlər cavabı. 10-cu hardadır? Hə, bir də buradaymış. Ümumi oldu 10 dənə. B variantı. Yəni, qəşəng sualdır, təzə sualdır. Daha sonra şəbəkədən düşə biləcək çox da çətin səviyyəli bir sual deyil. Təkrar sual deyil, amma yəni çətin sual da deyil. İnternetə qoşulma növü Şluz internetin əsas protokolu. İnternetin əsas protokolu 1.2 TCP IP-dir. 3-ə C variantını seçirik. Mənim üçün buradan variantlar çıxa bilərik. A ya da C variantı qalacaq. Digər tərəfdən Şluz protokolu, hansı ki external Şluz və internal Şluz, yəni A və D, 2-yə də A ilə D-ni deməli uyğunluq tapandan sonra 1-ə də qalacaq B-yə, yəni hər ehtimal baxaq. İnternetə qoşulma növü ADSL və dial-up. Doğrudur. C variantı. Hə, gəldik bu suala. Bu sual, bəli, təkrar sual deyil, yeni sualdır və onu da deyək ki, bir növ informasiya təhlükəsizliyi bölməsindən salınıb, amma çox da çətin sual deyil. Amma yenə də ekstra sualdır nəzərə al. Çünki informasiya təhlükəsizliyi DİM hələ özü kitab çıxarmayıb. İnformasiya təhlükəsizliyi haqqında sadəcə kursların yazdığı, belə deyim ki, PDF-lər var. Hə, oradan öyrənilmiş bir şeylər əsasında yazıla bilər. Ya da ki, biraz, belə deyim ki, IT biliyiniz varsa azdan çoxdan oradan tutub yaza bilərsiniz. Ki, baxaq. Burada nə olacaq? Deməli, MAC ünvan filtrizasiyası yalnız seçilmiş fiziki ünvanlara giriş imkanı verir. SSID gizliliyi bizə hansı ki, şəbəkənin adını gizlədilməsinə imkan verir. Deməli, 2-yə də oldu A, 1-ə D, 2-yə A, bir də VPN istifadəsi, bu da olacaq bizdə trafiki şifrələyərək istifadəçini qoruyur. Yəni, doğru cavabımız olacaq D variantı. Daha sonra Windows 11-dən tələbələr tez-tez soruşurlar ki, müəllim, imtahana Windows 11-dən ciddi bir sual sala bilərlərmi? Yəni, hansı ki, yenə deyirəm, DİM özü bir kitab çıxartmayıb. Deməli, nəzərə almaq lazım ki, Windows 11-dən elə suallar salmaq məcburiyyətindədir ki, Windows 10-dakı ilə üst-üstə düşsün. Ki, burada da obyektləri qrup şəklində axtarmaq üçün hansı ki, ulduz və sualdan. Bunlar həmçinin maskalama elementləridir ki, ulduzla sual istifadə olunur. Həmçinin obyektləri qrup şəklində axtarmaq üçün istifadə olunur. Doğru cavabımız olur B variantı. Çox çətin sual deyil, amma təkrar da deyil, təzə sualdır. Sonra doğru mülahizələri seçin, təzə sualdır. Yəni, ümumiyyətlə qəbullarda istifadə olunmayıb. Hələ ki, bir dənə təkrar gördük, o da elə birinci sualımız idi. Digərlərində də çətinlik asanlıqla bağlı verelim ki, analiz elədik. Burada nədir? Doğru mülahizələri seçin. Case texnologiyası mürəkkəb informasiya sistemlərinin yaradılmasında tətbiq olunur. Bəli, düzdür. Kompilyator, translyator adlanan xüsusi proqram vasitələrinə aiddir. Doğrudur. Interpretator da burada bir dənə də variant olmalıdır. Bəli, interpretator da translyator adlanan xüsusi proqram vasitələri. Bu da doğrudur. Və IDE instrumental proqram təminatına aiddir. Doğru cavabımız olur 1, 2, 4, 7. Hansı ki, digər variantlara da baxa bilərik. Kompilyatorlar proqram sətirlərini birbaşa tərcümə edir, eyni zamanda yerinə yetirir. Xeyr. Kompilyator ümumiyyətlə proqram bütövlükdə oxuyur, yəni sətir bə sətir oxumur.
İnterpretator kompilyatordan fərqli olaraq ilkin proqramı bütövlükdə maşın dilinə çevirir. Xeyr, bu səhvdir. Əksinə, kompilyator bütövlükdə çevirir. İnstalllaşdırma proqram təminatının setup C-si proqramının kömək xeyr, setup.exe olardı burada. Bu da buna görə səhvdir. Və maşın dilindəki proqrama ilkin proqram deyilir. Xeyr, hansı ki proqramlaşdırma dilində yazılmış proqrama ilkin proqram və mütləq proqram deyilir. Daha doğrusu elə ilkin proqram deyilir. Daha sonra kompüterin əsas tərkib hissələrinə uyğunluğu müəyyən edin. Bu sual məncə qəbulda olub bir dəfə. Tam dəqiq bilmirəm neçənci ildə. Hər ehtimal bir dənə axtaraq. Mən burada axtaracağım bircə dəqiqə. Bunu belə götürüm buradan. Aparat vasitələri. Məncə görmüşəm hansısa qəbulda. Amma hər ehtimal yenə də baxaq. Deməli, find hissəsi. Find. Aparat vasitələri. Previews, burada next eləyək bir dənə. Tapmadı, previews eləyək. Yox, tapmadım. Deməli, onu da yəqin ki, səhv görmüşəm, amma tanış sualdır, yəni belə deyim ki. Aparat vasitələri, hesablama və məntiqi imkanlar, proqram vasitələri. Hansı ki, bir gün qabaq uşaqlara, biləm ki, konsultasiyada qeyd etmişdim ki, birinci cəhdə bildiyiniz kimi EHM-lərdən ümumiyyətlə sual düşməmişdi. Çox böyük ehtimalla, yəni bu imtahanda EHM-dən sual düşməyi belə deyim də, yəni daha çox idi ehtimalı. Ki, gəlin baxaq. 1. Aparat vasitələrinə aid olacaq nə? İdarəetmə prinsipləri və kompüterin məntiqi strukturu. Daha sonra hesablama məntiq imkanları olacaq bizdə verilənlərin formatı və işləmə sürəti və proqram vasitələri olacaqsa əməliyyat sistemi. Yəni doğru cavabımız olacaq A variantı. Belə deyim ki, qatı əzbərçi suallardan biridir, yəni ki. Daha sonra hansı bənddə alqoritmin diskretlik xassəsi verilmişdir? Bu da köhnə qəbullarda istifadə olunmuş bir sual nümunəsidir. Çox da çətin bir sual deyil. Deməli, söhbət burada nədən gedir? Hansı diskretlik xassəsi? Deməli, baxaq, elə təsvir olunur ki, ona bu kütləvilikdir, bu çıxdı. Addımlar bu nəticəvilikdir. Alqoritmin bütün addımları ixtiyari ardıcılıqla, xeyr, ixtiyari ardıcılıqla yox, müəyyən ardıcılıqla olmalıdır. Alqoritm eyni tipli bütün, məsələ, bu da kütləvilik xassəsidir. Alqoritmin bütün addımları müəyyən ardıcılıqla icra olunur və bəli. Y variantı doğrudur. Diskretlik xassəsi bunu ifadə edir. Davam edək. Aksesdən çox sadə bir sualdır. Kortej və domen sayı. Bilirsiniz ki, kortejlər burada sətirlərin sayı, domenlər isə sütunların sayıdır. 3 dənə kortej, 5 dənə domen var. Bəli, 3 kortej, 5 domen. Doğru cavabımız A variantı. Daha sonra bu sual, bax, təkrar sualdır. Hansı ki, bizə dəqiqə yaxın illərdə hətta istifadə olunmuş, ya sınaqda da, ya da qəbulda düşüb, səhv eləmirəmsə. Bu arada bu sualı da indidən göstərim. Deməli, neçənci ildir bu? 2021-ci il 1-ci cəhd imtahanında gördüyünüz kimi bu blok sxem düşüb. Yəni, birazdan biz bu blok sxemi görəcəyik aşağıda ki, açıq sual kimi salıblar. Yəni, eyni tipə-tip eyni sualdır. Cavabı da 13-dür. Və bu dəfə elə ki, açıq sual kimi salıblar. Yəni, bu sualı işləyənlər artıq qəbul imtahanında rahatlıqla onu yaza bilərdilər. Hətta hesablamayıb birbaşa da, aha, devam bu sual. Bu da neçənci ildir, gəlin baxaq. İnformatika DİM sınaq 2021-ci ildə istifadə olunub. Bax, bu sual gördüyünüz kimi burada da təkrarən var. Çox sadədə bizdən nə istəyir? Faylları. Deməli, C-Data Document Reference Protocol, C-Data Document Reference Protocol, sonra C-Picture, daha doğrusu data olmalıdır burada. Çünki datanın içindən paylanır. Bir daha bir dənə baxaq. Deməli, bu C-Data Document bu. Aha, C variantı doğrudur. C-Data Picture motor. Çünki burada Picture gördüyünüz kimi C-dən dataya gəlir. Daha sonra data 2 dənə burada özündən pafka çıxardır, yəni belə deyək. Daha sonra bu sual, səhv etmirəmsə, DİM-in model testlərində istifadə olunub. Məşhur sualdır, yəni belə deyim ki. Tam olaraq bu olmasa da buna oxşar bir sualdır, amma tam olaraq bu deyil. Vektor qrafikanın minimal elementi xəttdir, 1-ə B uyğundur, avtomatik bu variantları çıxar. 3-ü də tapsaq cavab çıxacaq. Rasterlər, bu da pikseldir, 3-ə də C-dir, doğru cavabımız olur A variantı. Hə, burada da elə var imiş, qalıbmış. Daha sonra bu sual 1-ə 1 təkrar olmasa da 2017-ci ildə buna uyğun bir sual var. Bir dənə 2017-ci ilə gələk burada sürətli şəkildə. 2017. Aha, baxın belə bir sual var. 2017-də açıq suallarda uyğunlaşdırma testi. Modern marşrutlaşdırıcı körpü. Hansı ki, sualları, yəni biz qəbulları
tələbələrimlə işləyən zaman, köhnə qəbulları modellər işləyən zaman biz buradakı cavabları tapdığımız halda digər variantların da qabağına olduğu kimi, yəni hansı tutam ki, səhv olan variantların da qabağında hansı bənd, hansı işi görür, hansı qurğu bu işə belə deyim ki, malikdir. Onları da qeyd edirik ki, ən azı mənim üçün şəbəkəni az oxumusunuzsa, əzbərçilik qabiliyyətinizdə tutam ki, zəifsə, ən azı testin üzərindən göz yaddaşı ilə yadda saxlayaq. Ki, routerla modem gördüyünüz kimi burada da router, modem ikisi də təkrar qalıb. Bir dənə dəyişən konnektor olub. İndi burada baxaq. Deməli, router bilirik ki, OSI modelinin şəbəkə səviyyəsində işləyir. Müxtəlif topologiyalı müxtəlif protokoludur. 1-ə Y uyğun olmalıdır. Daha sonra modem telefon xətti vasitəsilə ötürülmədir. 2-yə də D uyğundur və 3 kompüterlərin şəbəkə adapterlərini nazik kabellərə birləşdirir. Doğru cavab olur burada C variantı. Bir daha baxın. 1Y, 2D, 3B oldu. Daha sonra bu sual hansı ki DIM-in model testində, ümumiyyətlə DIM-in model testində olmadan da qabaq, belə deyim ki, dərs materialında demək olar ki, bütün kursların dərs vəsaitlərində bu tipli bir sual var. Yəni çox izah olunan bir sualdır, məşhur bir sual növüdür. Amma gəlin mən sizə həmçinin buradan deməli magistr, bircə dəqiqə. Desktop, master, magistr 2 jurnalını göstərəcəm. Magistr 2 jurnalında baxın, Word mətn prosesində verilmiş fraqment əsas sənədi səhifələrin nömrəsi prosesi neçədən başlamışdır? Baxın, birə-bir eyni tip sualdır. Modeli işləyən uşaq üçün 2/2-dir bu sual. Nə edirik? Buradakı page 106, burada da page 103 of 107. Bu nə deməkdir? Hal-hazırda sənədimizin 107 səhifəsi var və kursor 103-cü səhifədədir. Amma onun nömrəsi 106-dır. Deməli, nömrələmə 1-dən başlamayıb. Fake nömrədən çıxırıq. Kursorun dayandığı yerə üzərinə gəlirik 1. Üzərinə gəldiyimiz 1 isə nəyi bildirir? Təbii ki, birinci səhifəni, yəni ikinci səhifə desəydi, üstünə 2 gələcəkdi. Çıxanda 3 üstünə 1 gələn, deməli, nömrələmə 4-dən başlayıb. Təkrar sual kimi saya bilərik. Daha sonra Excel-dən zaten hər imtahan 3 sual düşür. O sualdan biri mütləq funksiyalara aiddir. Yəni, qaçış yoxdur funksiyalardan. Gəlin, baxaq görək nə deyir. Deməli, bizə D4 xanasını deyir. D4 xanasında C1, D3, A1, hər şey var. Gəlin, onda hamısını da hesablayaq. Deməli, if A1 B1-dən böyükdürmü? Gəlin, baxaq. A1 B1-dən böyükdürmü? Xeyr. Biz bilirik ki, if funksiyası belə işləyir ki, əgər şərt doğrudursa birinci, ödənmirsə ikinci icra olunur. Deməli, onda şərt ödənmir, yəni false alır. Deməli, C4 burada öz əksini tapacaq. C4 isə bizdə 3-dür. Len C1. C1 hansı ki, burada gördüyünüz kimi count funksiyasının qabağına heç bir bərabər filan olmadığı üçün, deməli, bu mətindir. Yəni, funksiya kimi işləməyəcək. Deməli, 3, 6, 8, 10. 10-dan da 6 çıxanda eləyir 4. Yəni, len bilirsiniz ki, uzunluğu hesablayır. Count if A1 C3 diapazonunda 3-dən böyükləri sayır. Deməli, yox, sorry. Bu düzdür, bu düzdür, başqa yoxdur. Bunun da cavab elədir 2. Ən sonda C1, D3. Deməli, C1-dən D3-ə qədər. C1-dən D3-ə qədər. Buranı bir dənə təmizləyək. Deməli, C1-dən D3-ə qədər bir dənə diapazon işarə edib. Buradan başlayır, ta ki, bura qədər. Buranı götürür. Bir də A1, B2. Bir də buranı götürür. Və onları cəmləyəcək. Aha, indi görə burada cəmlənəsi nə var? C1 D3-də var 2, 3, 4, 2. A1 B2-də də var 3, 4, 1. Yəni cəmlənəsi yalnız ələdə xanalardır. İşte bunu cəmləyək. 5, 9, 10, 15, bu da 4, 19. Aha, nəysə səhv hesabladıq. Nəyi səhv hesabladıq? C1-dən D3-ə qədər. 5, 9, 11. 15, bu da 4, 19. Nəyə səhv hesabladıq bəs burada? A1-dən B2-yə qədər bu hissə düzdür. Onda burada nəsə səhv hesablamışıq. Bir dənə də baxaq. C4-ü mən burada 3 yazmışam. A4-ü götürüb yazmışam. Burada 6 olmalıdır. Deyirəm, baxın, bu niyə səhv geçsin. Bir daha baxaq onda. 10, 12, 14, 18, 19, sonra 3, 22. Hə. Burada bir dənə səhv eləmişdik. C4-ün yerinə götürüb A4-ün qiymətini yazmışdım. Bu da belə.
Şablon əsasında yeni təqdimat yaratmaq üçün hansı tabdan istifadə etmək lazımdır? Bu test nümunəsi demək olar ki, bütün kursların test kitabçalarında var. Təzə bir sual deyil, çox təkrar bir sualdır ki, söhbət nədən gedir? Hansı ki, PowerPoint-da yeni şablondan, hansı ki, defa gördüyünüz kimi şablonlar buradadır. Hazır şablon görsənmə yazılır. Şablon nədir bu? Testli və ya şablon geometriki. Yəni şablon burada hazır təqdimatlar var. Bunu hardan yaradırıq? Hansı ki, fayldan yaratmış oluruq. Şəbəkə protokolu deyil. 2x2. Su içməlik, yəni bir sualdır. SMTP və POP3 bir-2 elektron poçt protokollardır. FTP faylların ötürülməsi TCP/IP şəbəkənin baza protokoludur. Bunları çıxdığımız halda doğru cavabımız qalır Y variantı. Hansı əməliyyatların köməyi ilə aşkarlanmış orfoqrafik səhvləri düzəltmək olar? Word belə deyim ki, proqramının review tabına xas olan bir şeydən danışılır ki, reviewda proofing qrupu var, orada da spelling grammar var. Bir bunun vasitəsilə düzəltmək olar. Orfoqrafik səhvləri 2 qısa yol olaraq F7 düyməsindən istifadə olunur və bir də ki, orfoqrafik səhv olan, yəni altına qırmızı dalğalı çəkilmiş sözlər üzərində hansı ki, məsəl üçün gəlin burada belə bir nümunə göstərim. Tutalım ki, olsun gətirilmişdir. Mənim üçün bu söz səhv göstərəndə üzərində sağ düyməni vurduq. Bu da suggestionlar çıxır. Yaxşı ki, amma ingilis dilində bir söz yazım. Tutalım ki, bir dəqiqə burada görək, proofing bir dənə yoxlasın. Hal-hazırda nəsə yoxlamır, bir tərsliyi tutub. Amma normalda burada yəni qırmızı dalğa verəndə yoxlaya bilərsiniz. Sağ düyməni vurursunuz, burada suggestionlar görünür yəni ki. Yəni oradan da düzəltmək olar. Bir doğru cavab olur 5. Doğru cavabımız olur 1, 3, 5, B variantı. Hə, gəldik bu suala. Deməli, yenə belə deyim ki, konsultasiyada nöqtə atış bir şeyə nail olmuşuq. Bir gün qabaq, ümumiyyətlə, say sistemindən dərsi keçəndə uşaqlara mütləq şəkildə tapşırmışdım. Çox diqqətli olun. Çünki artıq son 2 qəbul, daha sonra bu axırıncı qəbullarda görünür ki, abituriyent proqramında aktiv istifadə olunan say sistemi, algoritm tipli, yəni algoritm bölməsindən alınan suallardan götürüb magistraturaya da atırlar. Ki, bu tipli sual nümunələri əvvəllər hansı ki istifadə olunmurdu magistraturada. Yəni nisbətən belə baxsaq ki, humanitar ixtisaslardan da imtahan verən tələbələr var. Onlar üçün biraz nisbətən çətin sual sayıla bilir bu say sistemindən. Ona görə son gün hansı ki bircə dəqiqə burada deməli öz dərs vəsaitimizdə uşaqlara belə bir sual izah elədim ki, bax, diqqətli olun, düşə bilər. Baxın bircə dəqiqə. Bax, fikir verin. Bax, tələbələrim də indi videoya baxandan sonra şərhlərdə bildirə bilərlər. Və bu sualı bir gün qabaq konsultasiyada izah edirəm ki, uşaqlar, diqqətli olun, bir daha yadınıza salın bunu ki, bu tipli sual gəlib qəbula düşər ki, gördüyünüz kimi də düşüb. 10-luq say sistemində bu ifadə verilib, deyir 16-lıq say sistemində ifadə edin, gəlin ifadə edək. Nə etməliyik? Verilmiş ifadədə hansı ki, ədədlərin hamısını 16 qüvvəti kimi yazmaq lazımdır. Deməli, 2-nin kubu heç, 2-nin kubu özü 16-dan kiçik olduğu üçün 16 qüvvəti kimi yaza bilməyəcəyik. Digərlərini parçalayaq. 8-in kvadratını yaza bilərəm mən 2 üstü 6. Bunu da yaza bilərəm 2 üstü 4 üstü 1 vurulmuş 2-nin kvadratı. Daha sonra 7 vur 8-in kubunu isə yaza bilərəm. Yenə 2 üstü bunu 9 yaza bilərəm. Ki, buradan da yaza bilərəm 7 vurulmuş 2 üstü 4-ün kvadratı vur 2. Hətta burada nə əmələ gəlir? 14 əmələ gəlir. Aha, 14 ola bilər. 16-dan kiçikdir. Yəni 16-dan böyük ədəd olsaydı, onu da parçalamalıydıq. Nəticə etibarilə aldıq, deməli, belə bir forma. 14 vurulmuş 16-nın kvadratı, üstə gəlinmiş 4 vurulmuş 16 üstü 1, bir də yaza bilərik 8 vurulmuş 16 üstü 0. Ayda məsəl ki, 16 say sistemində ifadə edirsə, 14-ün yerinə Y yazmaq lazımdır. Daha sonra burada 4 yazmaq lazımdır, burada da 8 yazmaq lazımdır. Doğru cavabımız olur D variantı. Daha sonra gəldik bu suala. Çətin bir sual deyil, sadə sualdır. Yəni sətr sütun xana sayını hamı Excel-də hesablamağı bacarmalıdır. Çünki yəni düşə biləcək ən minimal, ən sadə sualdır. Deməli uyğunluğu nədir? Diapazondakı xana sayı. Deməli A, B, C, D elə də bu 4 dənə sütun. 4 dənə sütun, sətr sayı da 10 çıx 4, 6 plus 1, 7. Bu elə də 28.
1-ə B uyğundur. Bunları çıxaq. Bir də gəlin görək 3-ü tapsaq cavab çıxırmı? Bəli, çıxır. Yəni sürətli işləmək üçün deyirəm. Burada sütun sayı B, C, D, Y. Burada da 4 dənə sütun var. Deməli 3-ə də D uyğundur. 3-ə də D uyğundursa, 2 dənə variant uyğun imiş. Nəpsi oldu. Yaxşı, 2-ni tapaq. Sətir sayı 19 çıx 2, 17, üstə gəlir 1, 18. Burada A uyğundur. Yəni doğru cavabımız B variantıdır. Daha sonra bu arada yəni bayaqdan gördüyünüz kimi təkrar sual sözü anlayışı etmirəm, yəni yoxdur. Sadəcə yəni konsultasiyada dediyim suallar yenə və ya sualların asan və çətin olması ilə bağlı fikirlər bildirirəm. Daha sonra lent tabları Word-dən söhbət gedir. Paragraf lent tabı deyil, paragraf home və layout lent tablarının qrupu ola bilərdi. Outlining deməli arrange yoxdur. Gəlin birinci variantlardan çıxan outlining biləcək. Outlining var, amma biraz belə indi adı çox halanan main tabslardan deyil. İndi onu dəqiqləşdirək hər ehtimal. Draw var, page setup qrupdur, proofing qrupdur, equation əmrdir. Bir də elə deməli burada olacaq outlining. Doğru cavab oldu 2 5. Nəcəb belə 7 dənədən 2 dənə variant doğru çıxıb. Çox maraqlıdır. Bir dəqiqə burada bir şeyə baxaq. Outlining, background removal var idi. Bu 100%'dir. Yəni də burada bir dənə diqqət edək. Birdən outlining var. Bu 100%'dir. Draw da var. Başqa orada yəni bizim gördüyümüz layout menus yoxdur da. İndi onlar birdən yəni diqqətimi. Equation çünki qrupdur. Insert də, proofing qrupdur. Review-da. Sonra page set hamısı qrupdur. 2 5. Yəni 7 dənə variantdan 2 dənə düz cavab. Bəzən baxın YouTube-da belə şeylər çəkib paylaşırlar müəllimlər. 7 dənəsə 3-ü düzdür, 4-ü düzdür. Yəni belə variant atın tutacaq. Gördüyünüz kimi 7 dənə sualdan 2 variant doğrudur. Deməli, deyilən şeylərə elə variant atmaq şeylərinə inanmaq lazım deyil. N bərabər 5, X bərabər 2. Bayaq göstərdim bu sual isə 2021-ci il 1-ci cəhdə istifadə olunmuş sualdır. Bax, eyni tip heç nə dəyişməyib. Doğru cavab belə burada olmuşdur. 5 dəfə dövr getməlisiniz burada. Sonra bu sualda sadədir. Bizə nə istəyir? Piksel var. Yəni ki, 1024-1024 şəklin pikselləri verilib. Sürət verilib, zaman verilib. Təbii ki, sürətə zamana verməklə ötürülən şəklin qrafik faylının həcmini tapa bilərik. Həcmdən istifadə edib piksellərin sayına bölüb onun rəng tərtibini, daha sonra isə rəng tərtibinin əsasında isə rəng çalarlarının sayını tapa bilərik. Gəlin yazaq ki, biz burada 512 kilobiti, yəni bitə çevirək. Çünki rəng tərtibi bitlə ifadə olunur deyə bu başdan bitə keçid edək. Deməli, kilobitdən bitə keçmək üçün bitlər sabitdir. Sadəcə 2 üstü 10-a vurmaq kifayətdir. Olacaq onda 2 üstü 19, burada da 16 saniyə. Deməli, bunu da 2 üstü 4-ə vuranda bu elədir 2 üstü 23. 2 üstü 23-ü böləcəyik 2 üstü 20-yə. Burada qalacaq deməli 8. Bu 8 bit rəng dərinliyidir. Bizdən rəng çarlarının sayını istədiyi üçün 2 üstü 8 də bizə verəcək doğru cavabı 256. Daha sonra növbəti bir konsultasiyadan şagirdlərə, tələbələrə dediyim bir sualdır ki, hansı ki bu sual bu arada qəbula düşüb. Səhv etmirəmsə 2020-ci ilin qəbulunda istifadə olunub. Səhv etmirəmsə o illərdə hardasa olmalı ya da 2021-də filan. Mütləq qəbulda var. İndi burada təzədən onu axtarıb vaxt itirməyək. Deməli, fon şəklinin iş masasına yerləşdirilməsi center ola bilər. List getdi, details getdi. Daha sonra content getdi. Deməli, span, stretch. Ümumiyyətlə, yəni söhbət hardan gedir? Gəlin onu da göstərim sizə. Personalize, deməli, background. Aha. Gördüyünüz kimi fill, feed, stretch, tile, center, span. Bir də bizim orada qaldı bir dənə stretchimiz səhv eləmirəmsə. Baxaq. Stretch, bir də tile. Doğru cavab oldu 1, 4, 6, 7. Təkrar sualdır və yenə deyirəm ki, öncədən konsultasiyada uşaqlara bildirmişdim ki, bu sualın düşmə şansı böyükdür. Çünki yenə deyirəm ki, Windows 11-dən elə suallar salırlar ki, Windows 10-dan üst-üstə düşsün. Çox qıraq sual salmayıblar. Bu sual da təkrardır. Deməli, bir dənə 2019-cu ilə səyahət edək. Bu hansı ildir? Bizə dəqiqə 2018 belə gedək. Dim sınaq. Aha. Gördüyünüz kimi 2019-un qəbulunda makros cədvəl hesabat düşüb. Burada da demək olar ki,
ona oxşar bir tipajda bir sualdır. Burada da sorğu cədvəl forma soruşur. Deməli, sorğular nədir? Sorğular bizə imkan verir ki, verilənləri seçməyə 1-ə D. Cədvəllər əsas obyektdir B. Formalar isə baxılma üçün, yəni vizual göstərən blanklardır. Bu da oldu A. Doğru cavab oldu D, B, A. Və salam. Bu qədər əziz tələbələr. Növbəti qəbul, sınaq, imtahanların izahında görüşənədək hər birinizə magistratura imtahan nəticələrində uğurlar arzulayıram. İnşallah ki, DİM ədalətli davranar və imtahana gedə bilməyən tələbələr üçün yenidən imtahan təşkil edər ya da ki, başqa bir formada necəsə bunu aradan qaldırır. Çünki çox ciddi imtahana gedib çatanlar belə çox ciddi yəni problemlərlə psixoloji cəhətdən islananlar da belə deyim ki, stres keçirənlər olub. Yəni məncə DİM bunu nəzərə almalıdır. İnşallah ki, tələbələrimizin xeyrinə qərar verərdim. Hər birinizə uğurlar.